Nizam bəy, kitabınız çıxıb. 2-3 həftəyə çıxır. Yəqin veriliş yayımlanana qədər çıxacaq. Sağ olun. 100%, bəli. Adı Evlənmə. Bəli. Nə üçün evlənməsinlər? Mən evlənmə demirəm. Əslində kitabın adı ilk bunun çıxışını Naxçıvan Muxtar Respublikamızda etmişdim. Onda da cəmaət deyirdi ki, halbuki yazmışam evlən, mötəzədə mə, yəni evlən, evlənmə arasında qalan insanlar üçün. Orada da bir çox insan düşündü ki, mən evlənməməyə dəvət edirəm. Düzdür, evliliyə dəvət etdiyimi düşünəndə də tənqid etdilər. Bizim cəmiyyət bilirsiniz də, ha o yana, ha bu yana, təki tənqid olsun, təzyiq olsun. Bu gün Azərbaycanda kütləvi boşanmaların arxasında ilk növbədə evliliyə olan kökündə yanlış yanaşmalar, düşüncə və evlilikdən olan xəyali gözləntilərdir. İnsanlar reallıqla toqquşanda onun şokunu yaşadıkları üçün, yəni heç bilmirlər ki, belə bir şey var. Bugünkü kütləvi boşanmalar oradan gəlir. Mən də bir millətçi olaraq, bir ölkənin əsas psixoloqu olaraq, bir el oğlu olaraq düşündüm ki, öz millətimə belə bir hədiyyə edim. Tariximizin ilk evlilik milli proqramını yaradım. Bunu da kitab olaraq təqdim edirəm. Evlilik milli proqramı necə olur? Bu necə olur? Yəni evliliyə gedəcək insanların ən azı oxuyub cavablandırmalı olduğu həm təklikdə, həm birlikdə suallar, müzakirə etməli mövzular, yəni gələcəkdə onları gözləyən bütün problemləri indidən bilmələri, maariflənmələri və hazırlıqlı olmalarıdır.